Bilirsiniz, hər layihə ilk olaraq bir fikirdən yaranır. Bizim layihədə istisna deyil. Vətən sağ olsun 5 layihəsi fikrin yaranmasının, onun icrasına başlanmasının əsas təkanverici qüvvəsi Gənclər və İdman Nazirliyi oldu. Və bu prosesdə şəxsən cənab nazirin diqqət və qayğısını hiss edirdik. Odur ki, layihəni bu mərhələdə dəstəkləmək üçün söz layihənin yaranmasında müstəsna əməyi olan Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbovu səhnəyə dəvət edirik. Axşamınız xeyir olsun, cənab general-leytenant, hörmətli şəhid ailələri, zabitlər, gizirlər, əskərlər, gənclərimiz, hamınızı salamlayıram. Gənclər və İdman Naziri adından ünlü lider tərəfindən müəyyən olunar və ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Və bu siyasət nəticəsində biz gənclərimiz üçün müəyyən layihələr həyata keçiririk və ən vacib olanlardan biri də təbii ki, gənclərimizin milli vətənpərvər ruhda böyüməsidir, vətənə bağlı, vətənə sevgi ilə böyüməsidir. Növbəti uğurlu layihəmizdir. Xüsusən də bu layihə bu il keçirilməsi çox önəmli idi. Çünki bilirsiniz ki, bu illəri Vətən müharibəsində qələbəmizin 5 illiyini hamımız qeyd edirik. Və təbii ki, bu layihənin həyata keçirilməsində böyük bir rolu Dövlət Sərhəd Xidmətidir. Mən təşəkkürlərimi bildirmək istəyirəm. Şəxsən cənab general-polkovnik Elçin Quliyeva, ümumiyyətlə bütün şəxsi heyətə dərin təşəkkürümü bildirmək istəyirəm. Çünki bu layihə başqa cürə həyata keçirilməzdir. Çox sağ olun. Və artıq İctimai Televiziyanın müdür müavini də qeyd etdiyi kimi, bu mediasız mümkündür. İşıqlandırılmasa belə bir layihələr mənası olmaz belə deyək və o İctimai Televiziyada təşəkkürlər. Ümumiyyətlə, görürsünüz ki, bir neçə qurumun birlikdə təşkil olmuş bir layihəsi uğurla başa çatır. Bu da elə həmən o vətənə sevgisindən irəli gəlir. Hamınızı təbrik edirəm. Vətən sağ olsun. Çox sağ olun. Çox sağ olun cənab nazir. Sizdən bizimlə səhnədə qalıb qaliblərin adlarının elan olunmasında iştirak etməyinizi xahiş edirik. Asker ötürümü, bak bizi sayın